Salam əziz izləyicilərimiz, bugün Sabirabad rayonunda satışda olan həyətimi sizə təqdim edirəm. Buyurun baxardınız. Deməli, bura bağ evi kimi tikilib. Bu evin yiyəsi şəhər adamlarıdır. Rayonda bağ evi kimi tikiblər. Bunun satışı məqsədi də köçlə əlaqədardır. Buyurun baxardınız. Bura açıq mətbəxidir, manqalxanasıdır. Yəni evin hər bir şəraiti var. Ən əsası da indi evi də sizə təqdim eləyəcəm, şəraitində baxasınız. Burada gözəl ağaclar, güllər əkilib, jasmin, yasəmən ağacı, zoğal, peyxua. Bu da evin layihəsidir, mansarlı evdir. Buyurun baxardınız. Çox gözəl evdir, çox bəyənilməsi evdir, balaca xudmani evdir. Burada həyətindəki hovuzudur. Dekorativ güllər, ağaclar, bax, hamısı yaxşı səliqəli qulluq olunub. Bura açıq balkonudur. Mətbəxdən də balkona çıxış qoyulub. Ev qoşa daş tikili evdir. Yəni birinci kubik, içərisi isə kərpiclə tikilib. Bura zalıdır. Bu divarın aboyunu saxlayıblar ki, alan öz zövqü ilə bir mənzərə divar kağızı vurmaqdan ötürü hər alan adam öz zövqü ilə eləyər. Evin iki yataq otağıdır, bir otağı təmirsiz. Oranı çəkiliş eləməmişəm. Buyurun baxardınız. Bura isə başqa dizaynda evdir. Bura açıq mətbəxdə. Yeri də stipoldur. Divarın mətbəx mebelinin yeridir. Yəni mətbəx qurulmayıb. Baxardınız. Buradan da açıq balkona da çıxışı var. Bura yataq otağıdır. Təzə təmirli evdir. 2 yataq otağı, zal, bir də hamam sanitar qovşağı evin içindədir.